Hər birinizi salamlayıram. Bugün YouTube üçün maraqlı, möhtəşəm yeni videoda xoş gördük. Bugün Mingəçevir bazarını bir yerdə gəzəcəyik. Gəlin qiymətlərə baxaq. Demək bazarın biz soruşduq, burada yox. Böyük bazar store var. Onun ətrafında olan yerə gəldik. Bazar kimi gəzməyə. Maraqlı balıqları var. Dünənkirdən tutulanlara oxşayır. Bobom. O hansı balıqdır? Sudaqdır. Hə, sudaqdır. Kilosu neçə olur onların? 13 olur kilosu. Qarmıq balığı. Hansıdır qardaş? Karp? Karp balıqları da var. Neçədir karp balıqlar? 4 manata. 4 manata karplar var kilosu. İri, görsək. Hə, maşallah, bəh. Qəşəng. Bazar olsun, yorulmayasınız, xeyirli olsun. 4 manat idi. 4 manat idi. Bazar olsun, yorulmayasınız. Qəşəng. Balıqlarımız bol. Çeşit. Amma qiymətlərini üstündə yazır deyə. Adam çox da soruşa bilmir. Daha almırsan deyə çox da soruşmaq olmur. Meyvə tərəzəmiz. Bax, misal üçün mandalin 1 manat. Onun üstünə qiyməti var. O diqqət çəkmək üçün var. Digərlərdə belə bol, çeşidli, rəngarəng. Qəşəng rəngarəng görünür. Orada da mandalin 1 manatdır gördüm. Sol tərəfdə. Hər cür meyvəmiz, tərəvəzimiz var. 5 ədədi 1 manat göyərtilər. Demək göyərtilərimiz 20 qəpikdəndir. Mingəçevir bazarı. Aynı qəşəng görünür. Qəşəng görünür. Bazar olsun, yorulmayasınız. Mandalinlər 1 manat. Kampanya deyil. Hər cür çeşid bankalarımız da var. Aha, bildim. Şabalatlarımız. Tapdıq şabalat. Bircə saniyə. 12 manat, 10 manat, 11 manat, 10 manat, 9 manat. 9.50, 8.50 hər çeşid şabalatımız var. Narahat olmayın. Şabalat çəkirdik. Bazar olsun, yorulmayasınız. Ədədi 1 manatdan sarımsaqlar. 2 ədədi 1 manatdan da balacalarımız, sarımsaqlar. 1 manat 50 qəpiyə də mandalinlərimiz var. O tərəflərdə 1 manatlara balacalar idi. Bunlar orta boydu. 1 manat 50 qəpik. Aha, feyxalarımız da 1 manat. Kiləvimiz də 1 manat 50 qəpik. Mandalin orada 1.30. O 1.30 ilə 1.50-nin fərqi nədir, qardaş? Yəni, irilik xırdalığı? Sort. Bazar olsun, yorulmayasınız. Soğanımız 50 qəpik, kartofumuz 1 manat. Burada 80 qəpiyə də mandalin qalıb tadca. 1 manat, 1.30. Bir saniyə, canlıqlar var. Burada nədir? 4 ədədi 1 manatda limonlar, bir də ağdaş alması 1 manat 20 qəpik. Qəşəng. Bazar olsun qardaş, yorulmayasınız. Hə, heç harda qiymət yoxdur, belə bilmirsən neçəyədir, nə? Maşallah, burada qiymətlər də göründü. 2 manat 50 qəpik, 2 manat. Qəşəng. Göyçay. Pomidoru da 2 manat 30 qəpiyə. Qəşəng. Burada da 10 manata, 8 manata var. Nədir? Yorulmayasınız. Sadəcə baxıram, narahat olmayın. Narahat eləməyim sizi. Onlar da çox sağ olun. Qozlar 10 manat, qaralarda 7. Bu hara qozudur ki? Rəngi qaradır. Qəbələ qozları. Aha. Burada aşağıda şeyi də var, ağları. Qəşəng. 5 manatdır burada, 4 manatdır. Bazar olsun, yorulmayasınız. Bunlar da 2 manatdan. Armudlar məsələn 1 manatdan 2 manatdan. 2 cür var. Ləpələr burada da var, başımı da vurdum. Qəşəng qiymətlər var, hər qiymətə mal var.
və çeşidlik məncə boldur. Nə idi bu? Bakıda 6 manat idi. Ucuzları 4 manata. Hə, bu 6 manat idi Bakıda. Turpun gözəlliyinə, rəngə bax. Maşallah. Göyərti. Adam istəyir göyərti yığsın, doğğa pişirsin. Ha, hiss elirsən? Göyərti, ayda. Bəh, 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 bəh. Keçək. Bazar olsun, yorulmayasınız. Deyirəm bazardayım ya. Burada meyvələr, tərəfəzlər. Ayda, dağıtdın axmalar. Eynəmə belə. Buyur, yorulmayasınız, bazar olsun. Ay, nə qəşəng. Burası siz baxırsınız yoxsa yox? Hə, bir manatdan da var. Üzürü sayın çox yuxarı qaldırmaq istəmirəm. İndi insanların üzünü çəkmək, narahat eləmək istəmirəm. 50 qəpikdən də soğanlarımız var. Kələmlər 50 qəpik. Qəşəng iri-iri. Bura bağlayıb gedib ücəyə. Saat neçədir ümumiyyətlə? Saatımız 11:44. Qapıda Allah var. 1:44. Aha. Mars. Sokumuz da var. Ay maşallah. Çox rəngarəng görünür eləməzsə. İstəyirsən çox qəşəng. Çək, mən keçim buradan. 3 ədədi 1 manata da var. Bax o tərəfdə 4 ədədi 1 manata da gördük. Biraz iriləri burada 3 ədədi 1 manat. 1 manat 30 qəpik. Mandalin hər qiymətə var. 1 manat 2 manat arası. 1.30, 1.50. Hər qiyməti dəyişir. Burada da 1.30. Qəşəng maşallah. Nar şirəsi buradadır. Orada qəşəng görünür. Davam edək. 2 manat üzüm. 1.50 biber. 2 evadımızdan 2 manata, 3 manata lobyalar. Çox qəşəng görünür. Cəhət. Maraqlıdır, baxmaq istəyənlər var, qiyməti Mingəçeviri maraqlananlar var. YouTube üçün çəkib qoyuruq. Mən Bakıda oluram. Bəli. Çəkib YouTube-a qoyuram, izləyirlər. Amma üzləri çəkmirəm də, malları çəkirəm, insanları çəkmirəm. Bazar olsun, yorulmayasınız, işiniz bərəkətli olsun. Çox sağ olun. Professionallaşmışam, amma qəşəng çəkirəm. Ay ləpə burada. Prosta heç birinin qiyməti yoxdur, prosta görüntü göstərim. Məsələn, necə gedir? Qəşəng gedir. Qəşəngdirmi? Yeməklər qəşəng. Gedək növbəti yerə. Ay, ay, ay. 1 manat. Aa, balqabaq. 50 qəpikdən də balqabağımız var. Məncə var, üzrü sayın. Burada. Sifarişlə nar şirəsi. Mingəçevirlilərin xəbəri olsun. 80 qəpiyə də kartoflarımız var. Məncə bitdi. 80 qəpiyə də var. Qəşəng gətirəm. Tapdım. Balazaları, aha. 80 qəpiyə də bunlardır. Balaza var. Nə qəşəng görünür. Sən alasıydın, ha? Hə, alacağam. Belə Mingəçevir bazarını izlədik, qiymətləri gördük. Ümid edirəm xoşunuza gəldi. Siz də öz rayonlarınızdan, öz şəhərlərinizdən qiymətləri müqayisə eləməyi unutmayın. Məncə sizə də maraqlı oldu. Belə kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Hələlik.